44-cü sualda verilib ki, bucaq əmsalı k bərabərlik 2 olan xətti funksiyanın qrafiki 2-3 nöqtəsindən keçir. Bu xətti funksiyanın düsturunu yazın. Düz xəttin bucaq əmsalından söhbət gedirsə, ümumiyyətcə xətti funksiyamız necə olurdu? Y bərabərdir kx plus b şəklində verilən ifadə xətti funksiya adlanırdı. Burada x-in əmsalı olan k düz xəttin bucaq əmsalıdır. Həm də nəyə bərabərdir? Tangens alfaya. Bizdə bucaq əmsalı nə verib? 2 verib. Onda biz özümüzdən funksiya yaratsaq. Y bərabərdir. Və həmin funksiyanın da bucaq əmsalı 2 olduğunu qəbul etsək, o zaman 2x plus b şəklində bir ifadə olacaq. Və indi nəydən istifadə etməliyəm? Hansı nöqtədən keçir? 2-3 nöqtəsindən. Biz də bilirik, birinci x-in qiymətidir, ikinci y-in qiyməti. O zaman gətirib hər birin yerinə yazsam, y-in qiyməti 3-dür, bərabərdir. 2 vurulsun 2 plus b. Mən buradan b-ni tapsam, artıq funksiyanı almış olacam. Bu eləcə 3 bərabərdir 4 plus b. Buradan b neçə olur? -1. B-nin də qiyməti var. O zaman bizim funksiyamız necə olacaq? Y bərabərdir 2x minus 1. Bu bizim düsturumuz. Cavab olacaq C bəndi.